Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. İyul ayı bir çox insan üçün yenilənmə, yeni imkanlar və gözlənilməz dəyişikliklər ayı kimi qiymətləndirilir. Astrologiya ilə maraqlananların diqqət mərkəzində olan aylı ulduz falı proqnozlarına əsasən bu dövrdə bəzi bürclər digərlərinə nisbətən daha güclü planetar təsirlər hiss edə bilərlər. Mütəxəssislərin fikrincə, xüsusilə 4 bürc iyul ayında diqqətə layiq şanslar və yeni fürsətlərlə qarşılaşa bilər. Bu proqnozların şəxsi həyat, karyera, maliyyə və münasibətlər baxımından hansı imkanları göstərdiyinə birlikdə nəzər salaq. İlk olaraq Şir bürcündən başlayaq. Astrologlar bildirirlər ki, son illərin ən əlverişli dövrlərindən biri məhz Şir bürcü üçün başlayır. Venera iyulun 9-na qədər Şir bürcündə qalır. Bu vəziyyət insanın özünə inamını artırır, cazibədarlığını gücləndirir və diqqət mərkəzində olmasına şərait yaradır. Bundan əlavə Yupiter iyunun 30-da Şir bürcünə daxil olub və bir ildən artıq müddətdə burada qalacaq. Astrologiyada Yupiter bolluq, inkişaf və uğur planeti hesab edilir. Onun Şir bürcündə olması yeni imkanların yaranmasına, faydalı insanlarla tanışlığa və gəlirli layihələrin ortaya çıxmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, Yupiter bu bürcə təxminən 12 ildən bir gəlir. Buna görə də bu dövr şəxsi inkişaf, tanımaq və gələcək planları formalaşdırmaq üçün əlverişli hesab olunur. İyulun ilk günləri yeni məqsədlər müəyyən etmək və gələcək uğurlara hazırlaşmaq üçün münasib vaxt sayılır. Lakin Merkuri retrograd dövrü səbəbindən yeni layihələrə tələsməmək, əvvəlcə planları diqqətlə hazırlamaq tövsiyə olunur. İyulun 9-dan sonra Venera qız bürcünə keçəcək. Bu dəyişiklik şirlərin maliyyə vəziyyətinə müsbət təsir göstərə və özünə inamını daha da artırmağa kömək edə bilər. İyulun 22-nə qədər Günəş xərçəng bürcündə qalacaq. Bu müddət emosional gərginliyin azalmasına, daxili rahatlığın bərpa olunmasına və uzun müddətli narahat edən hisslərin aradan qalxmasına kömək edə bilər. Əkizlər bürcündə yerləşən Mars isə sosial həyatı canlandıracaq. Dostlarla görüşlər, yeni tanışlıqlar və faydalı əlaqələrin qurulması üçün münasib şərait yarana bilər. İndi isə xərçəng bürcünə nəzər salaq. İyulun əvvəli xərçəng bürcü üçün maliyyə baxımından uğurlu görünür. Çil bürcündə yerləşən Venera gəlirlərin artmasına və maddi imkanların genişləməsinə dəstək verə bilər. Ən diqqət çəkən hadisələrdən biri isə Yupiterin Şir bürcünə keçməsidir. Bu təsirin 2027-ci ilin iyul ayına qədər davam edəcəyi bildirilir. Astrologlar hesab edirlər ki, qarşıdakı 12 ay xərçəng bürcü üçün maliyyə artımı baxımından mühüm dövrü ola bilər. Vəzifə yüksəlişi, yeni iş təklifləri, uğurlu investisiyalar və əlavə gəlir mənbələrinin yaranması ehtimal edilir. Yolun 9-dan etibarən Venera qız bürcünə keçəcək və bu səyahətləri, dostlarla görüşləri və ailə münasibətlərini daha da gücləndirə bilər. Qısa səfərlər və yaxınlarla birlikdə keçirilən vaxt xüsusi zövq verə bilər. Yılın 22-nə qədər Günəş xərçəng bürcündə qalacağı üçün diqqət mərkəzində olmaq ehtimalı yüksəlir. Bu dövr şəxsi inkişaf və mühüm planların həyata keçirilməsi üçün münasib hesab olunur. Yılın 14-də baş verəcək yeni ay yeni başlanğıcların simvolu kimi qiymətləndirilir. Astrologlar bu tarixdə gələcək məqsədləri müəyyən etmək və qarşıdakı bir il üçün planlar qurmağı tövsiyə edirlər.